Salam əleykum, hər vaxtınız xeyir. Mən Nihat Cəfərli, MHK abituriyent şöbəsinin kimya müəllimi. Deməli, sizin üçün maraqlı bir sual seçmişəm. Sual deyir ki, qazlar qarışdırılır. Bundan bu qədər, bundan bu qədər qarışdırılır sualın şərtinə görə. Və qaz qarışımının orta molyar kütləsini müəyyən edin. Hansı halda, yəni uyğunluğu müəyyən edin mənasında. 1-ə hansı uyğundur, 2-yə hansı uyğun ola bilər, 3-ə hansı uyğun ola bilər. Aydınmı? Belə bir sual bizə verir. Diqqətlə qulaq asın. Baxın. Bizə burada nə lazımdır? Bu qazların nisbi molekul kütləsi, yəni molyar kütləsi, düzdürmü? Karbon qazının molyar kütləsi 44-dür. Bilirik, yəni karbon 12, oksigen 16. Asetlendəki molyar kütləsi nədir bəs? 24. Bunları bilirik. İndi diqqətlə qulaq asın. Diqqətlə qulaq asın. Biz deyəcəyik ki, bax qulaq asın. Biz deyəcəyik ki, əgər iki qaz qarışığında, birinin kütləsi 44-dür, 24-dür. Əgər bərabər mol miqdarlarda, baxın bu bunun moldur, X karbon qazı moldur, Y asetlen moldur, düzdürmü? Əgər bərabər mol miqdarda qarışdırılırsa, yəni bu qazın da eyni mol, bu qazın da eyni mol qarışdırılırsa, sadəcə verilən kütlələrin ədədi ortasını tapmaq, verilən qaz qarışımının molyar kütləsini tapmaq üçün kifayətdir. Nə dedim? Əgər mollar bərabərdirsə, verilən onların molyar kütlələrinin ədədi ortasını tapmaq, alınan qaz qarışımının orta molyar kütləsini tapmaq üçün kifayətdir. Yəni 44 ilə 24 toplayıb 2-yə böldüyümüz zaman nə verir bizə? 34. Deməli, X Y-ə bərabər olanda orta molyar kütlə nə olacaq? 34 olacaq. Baxın. Aydınmı? İndi qulaq asın. Deməli, bu karbon qazı yazacağım bura. Karbon qazın kütləsi 44. Asetlen qazı kütləsi 24. Orta molyar kütlə nə oldu? 34. Yəni ikisinin tən ortası. Tamam mı? Bura kimi ala. İndi biz dedik ki, mollar, yəni karbon qazının və asetlen qazının nədir? Molları bərabər olduğu zaman nə olur? Orta molyar kütlə oldu nə? 34. Bəs karbon qazının molu çox olarsa və ya az olarsa necə olacaq? Bax, diqqətlə qulaq asın. Bu X bax, karbon qazı, düzdürmü? Karbon qazı moldu. Y-dəki bunun asetlen molu, düzdür? Diqqətlə qulaq asın. Bunu yadda saxlayaq üsul kimi. Əgər mən karbon qazının molundan biraz çox götürsəm, yəni X-i Y-dən biraz çox götürsəm, artıq bu qiymət bizi necə dəyişəcək? Bura baxın, bu qiymət 34-44 aralığında bir şey olacaq. Qulaq as. Baba, X-i Y-dən çox götürsəm, bunun həcmini, molunu bundan çox götürsəm, orta molyar kütlə 34 ilə 44 aralığında bir rəqəm olacaq, ədəd olacaq. Amma yox, işdir mən, qulaq asın, işdir mən. Y-i X-dən çox götürsəm, onda orta molyar kütlə 34 ilə 24 aralığında bir ədəd olmuş olacaq. Tamam mı? Yəni, mən hər ikisini bərabər götürdüyüm zaman tən orta 34 olacaq. X-i, yəni karbon qazını biraz çox götürdüyüm zaman orta molyar kütlə 44 ilə 34 arasında. Yəni, baxın bura, X-in Y-dən çox olduğu halda, bu X çox olduğu halda orta molyar kütlə 44 ilə 34 aralığında bir ədəd. 44 ilə 34 aralığında. Amma mən işdir, Y-i X-dən çox götürsəm, molunu çox götürsəm, onda orta molyar kütlə 34 ilə 24 aralığında bir ədəd olmuş olacaq. Yəni, bax belə bir ədəd olmuş olacaq. Biz bunları bu şəkildə bilməliyik. Bu qədər.